Salam uşaqlar, necəsiz? Bugün papqa 1-ci qrupun test 5 və test 6-nın izahını atıram. Diqqətlə baxın. Hansı elementlər oxşar xassəlidir? Eyni qrupda yerləşənlər oxşar xassəlidir. Qələvi metallar litium, natrium, kalium bir oxşar. Halogenlər flor, xlor, brom, yod bir oxşar. Helium, neon, argon, kripton, ksenon bir oxşar. Və gördüyümüz kimi burada C variantı oxşar xassəlidir. Keçdik ikinciyə. Suyun 3 aqreqat halı var. Buz, maye, qaz. Buzun həcmi çox, sıxlığı azdır. Və buzdan maye keçən zamanı həcmin təbii ki azaldığını, sıxlığın artdığını müşahidə edirik. Amma mayədən qaza keçəndə həcmin artıq artdığını, sıxlığın azaldığını, buzdan qaza keçən zamanı isə biz həcmin deməli artdığını, sıxlığın azaldığını görürük. Bu nə zaman özünü pozur? Buz maye məsələsində bu qanun özünü pozur ki, buzun həcmi çox, sıxlığı azdır. Amma mayədən qaza, bərddən qaza yenə keçdiyi zamanı həcmin artdığı, sıxlığın azaldığını müşahidə edirik. İndi baxırıq bura. Birinci, ikinci və üçüncü hallar yazmışıq. Maye, buz və burada düşməyibdir. Burada isə düşüb əslində biraz bu tərəfə yönəlib buxardır. İndi baxırıq. Buxardan mayeye keçirik. Uşaqlar, biz buxardan mayeye keçən zamanı həcmin azaldığını müşahidə edirik. Deməli, bir azalan sıradadır. İndi isə biz buzdan buxara gedirik. Buzdan buxara gedəndə həcmin artdığını müşahidə edirik. Qaldı isə mayədən buza. Mayədən buza keçəndə isə yenə də biz həcmin artdığını müşahidə edirik. Artır desə 1-2, azalır desə isə C bəndidir. Variant edir burada C variantı. Keçdik üçüncüyə. Bu kompleks gübrədir. Çünki içində həm azot var, həm də fosfor var. Biz buna yalnız 2-yə kompleks gübrə deyirik. Bir qida elementi yox, 2 qida elementi var. 2 qaz superfosfat deyil. Bunun adı monoamorfozdur. Yalnız ki Y variantı. Manqan O4-də məqsədimiz A-nı tapmaqdır. Oksigenə -2 yazırıq. A çıxaq 8 -1-dirsə, A-nın qiyməti müsbət 7-yə bərabərdir. Müsbət 7-ni iki tərəfdə tapdıq. İndi isə manqan müsbət 6 O4, iyonun yükünü tapırıq. Oksigen -2-dir. 6 çıxaq 8 B-yə bərabərdir. B də burada -2-yə bərabərdir. Burada isə -2 olduğunu gördük və doğru variantımız C variantıdır. Hansı maddə şüşə istehsalında istifadə olunur? Şüşə istehsalında nə silvin, nə silvinit, nə gips, nə mis kuprasından istifadə edilmirik. Gübrə deyilən başlayın şüşə istehsalında biz sodadan, biz potaşdan, biz kalsium karbonatdan, biz quruşunik oksitdən, biz silisium O2-dən istifadə edirik. 6-cı sual. Deməli, 4 dəqiqə ərzində 36 mol azot sərf olunmuşdursa, reaksiyada azota və hidrogena, amoniaka görə sürətləri müəyyən edin. Biz bunu necə işləyə bilərik? Düsturumuz bax görünür. V bərabərdir. Mol bölək, yəni nü bölək, litr vuraq, zamandır. Biz burada 36-nı böləcəyik 4-ə, onu da vurarıq. Qabın həcmi 10-a. Cavab elədi 0,9. Azota görə 0,9 isə hidrogen azotdan 3 dəfə çox, amoniak azotdan 2 dəfə çoxdur. 7. Alkeni göstər. Eten 8. Mən sizə öyrətmişəm ki, məhlul məsələsində omega 3, omega 1 və omega 2-ni qarışdıranda omega 3 alınır. Omega 3 elə bir ortaq kütlə payıdır ki, birindən kiçik, digərindən böyük olmalıdır. Burada da şərtdə omega 1, omega 3-dən böyük, omega 3, omega 2-dən böyük göstərilir. Və xaç üsuluna müraciət edirəm. Omega 3-ü qoyduq ortaya. Omega 1, omega 2. Omega 1-dən omega 3-ü çıxırıq. Omega 3 də böyük olduğuna görə omega 3-dən omega 2-ni çıxırıq. M1-in M2-yə nisbəti artıq nə oldu? Omega 3 çıxaq omega 2, omega 1 çıxaq omega 2-yə. Və doğru variantımız B variantıdır. A, omega 1 çıxaq omega 3-ə. Bağışlayın 3-ə, bu 3-dür. Əla. İndi keçdik 9-a. Asetilen oksidləşən oksalat turşulanır. A variantı. Olein turşusu doymamış turşudur. Cəmi 34 hidrogen atomu var. 11. Kükürt rezinin bir də ebonitin əsas tərkib hissəsidir. Kauçukları kükürtlə reaksiya aparanda vulkanlaşma reaksiyası adlanır. Rezin və ebonit əmələ gəlir. 12. Mirabilit. Natrium sulfat vuraq 10 molekula su. Kalsium SO4 Kalsium SO4 vuraq 2 molekula su. Potaş, kalium karbonat. Kvars qumu silisium O2'dir. Bu soruşur hansı mineralın tərkibi silisium O2'dir? Ancaq kvars qumunun. 13. Spirtin ümumi düsturu CnH2+2O. Amma bu söhbət bir atomu spirtdən gedir ha. Ümumi atomların sayı 3N+3'dür.
və 25% karbondan təşkil olunmuşdur. Deməli 4N bərabərdir. Elə bil mən burada 100% 3N plus 3 yazdım. 25% N yazdım. 4N bərabərdir 3N plus 3, N elədi 3, söhbət propil spirtindən getdi. Amonyak hansı maddələrlə reaksiyaya girir? Amonyak qələblərindən girmir. Karbon qazı kuprumu H3PO4 ilə qarşılıqlı təsirdə olur. Deməli, 15-ci suallar. Hansı ayrılma üsulları maddələrin sıxlıqlığının müxtəlifinə əsaslanır? Uşaqlar, biz sizə nə öyrətdik? Heterogen sistem, durutma ilə ayrılma, ayrıcı qıf və buna uyğun gəlir D variantı. Neft su, yağ su, sıxlığı az olanlar suyun üstə qalır, çox olanlar altda. Hansı reaksiya üzrə su alınmır? Əlbəttə ki, buradan alınır sinklor 2, plus su, buradan N2O və su. Buradan isə hidrogen laboratoriyada alınma reaksiyası, natrium sinkat hidrogen. Buradan isə NO2, O2 və su ayrılır. Buradan isə peroksid su və oksid alınır. Deməli, hidrogen su alınmır deyirsə, Y variantıdır. 17. Perklorat turşdaş xlor O4, xlorid turşdaş xlor. Bunların kütlə fərqləri nə qədərdir? Hidrogen xlorları çıxdım. 4 oksigen qədər, yəni 64 qram fərqimiz var. C variantı. Yadda saxlayın, şəkəri kömürə döndərən hər zaman qatı sulfat turşusudur. 19 qatı deməli SO3 də ola bilər. İndi burada yalnız variant qatı sulfat turşusudur. 2 dənə qab sinklor 2 məhlulu ilə mis klor 2 məhlulunda olan mis klor 2 qarışığını kənar etmək üçün demək məhlulda bu da var, bu da var. Mən istəyirəm ki, mis klor 2-ni uzaqlaşdırım buradan. Elə bir maddə istifadə etməliyəm ki, sin klor 2 ilə reaksiya daxil olmadan mis klor 2-ni çıxartsın. Baxıram, gümüşlə onsuz heç biri reaksiyaya daxil olmur. Natrium sulfitlə girs hər ikisindən çöküntü alınır. Gümüş nitratla ikisindən gümüş klorid çöküntüsü alınır. Natrium hidroksidlə yenə çöküntü alınır. Amma sinkdən istifadə edə bilərəm. Çünki sink kloridlə yox, mis kloridlə girsə, sink misi çıxararaq sink klor 2-yə və mis ayrılır. 20-ci sual. Turş tuza, sulfat turşusu, turş tuza çevirmək üçün nə qədər kalium OH lazımdır? Bilin. Kalium OH-ın üzərinə H2SO4 gəlsəm uşaqlar, 1 OH, 2 dənə H-dır. Bir su molekulu çıxır və kalium OH SO4 duz əmələ gəlir. Deməli, 98 qrama, deməli, 56 qram kalium OH reaksiya giribsə, 24,5-ə əlbəttə ki, X-dir. Və 24,5-i 24,5-i vururuq 56-ya, bölürük 98-ə. Buradan isə 14 cavabı çıxır. A variantı. İndi isə, baxın, burada səhvlik gedib ki, müsbətdir. X 2 elektronu verərək 24 elektronu var. Deməli, X-in neçə elektronu var imiş? 26. 26-ın düşsək, 3D6, 4S2 dəmir uyğun gəlir. 4-cü dövr, 8-ci qrup B. Niyə B deyirəm? D elementi ilə qutaranlar əlbəttə ki, B-dir. Və doğru variantımız B variantıdır. Uşaqlar, X və Y məhlulların ardıcıl olaraq qabda X məhluluna Y məhlulu əlavə etdikdə qara çöküntü alınır. X və Y maddələrinin keyfiyyət reaksiyasını müəyyən edin. Zülalla qara rəng verən bizə quruşun sulfitdir. Və kükürdü təyin eləmək üçün bizə deməli, quruşun kalsitat və natrium hidroksid lazımdır. Və buna deyilər kükürdün təyini. Doğru variantımız B variantı. 23-cü sual. X 2 mənfi yolu təyin edir. Eləyin, sulfat da ola bilər, karbonat da ola bilər. Y mənfi yonu təyin edin. Nitrit də ola bilər, nitrat da ola bilər, yeri gəlində xlorat da ola bilər. Z3 mənfini müəyyən edin, sözünü bizə deyirsə, deməli, orta fosfat ola bilər. Və doğru variant ki, nə variantıdır? B variantı. 2 mənfiyə sulfat, 1 mənfiyə nitrit, 3 mənfiyə orta fosfat uyğun gəldi. 24-cü sual. Reaksiyası üçün nə doğru deyil? Reaksiya birləşmə reaksiyasıdır. Və birləşmə reaksiyası endotermik deyil. Axı biz görürük ki, istiliyə ayrılıqdır. Bu reaksiya müsbət Q-dür, eksotermikdir. Və bu reaksiyanın istiliyə effekti Q, əmələ gəlmə istiliyi Q bölək 2, yanma istiliyi Q bölək 2-yə bərabərdir. Deməli, maqnezium oksidin əmələ gəlmə istiliyi Q bölək 2 doğru ifadədir. Amma yanma istiliyi Q səhv ifadədir. İkinci və üçüncü versiya, yəni B variantı doğrudur. Və sonuncu tapşırığa gəldik. 25-ci tapşırıq nədir? Butan və metan. Hər ikisini yandırıram.
və karbon qazının miqdarları eyni olmalıdır. Amma baxıram ki, eyni deyil. Birində 4 karbon var, birində 1 karbon var. Suyun miqdarını burada 90 verir. Digər suyun miqdarını istəyir. Burada da suyun miqdarı 8 vuraq, 18-dir. 8-i də əlbəttə ki, burada 18-ə vursaq, cavab 144 qram su edəcək. Cavab C variantı.